симптомы аутизма врожденные или... Прошу вас. С момента рождения? По-разному бывает. То есть есть дети, у которых происходят внутриутробные проблемы, и тогда ребенок уже рождается, скажем так, с этими симптомами, и с какого-то возраста уже опытный человек может видеть, что что-то не так. Deyir ki, müxtəlif hallarda yaranır autizm. Ola bilər ki, uşaqlıqda anadan olduğu andan yaransın. Amma ola bilər ki, daha sonra uşaqda xüsusiyyətləri göstərilsin və əgər insan mütəxəssisdirsə və autizmlə bağlı məlumatı varsa, istər-istəməz uşağın inkişaf dövründə onu hiss edib görə bilər ki, uşaqda autizm əlamətləri var. Ага. И бывают дети, которые рождаются вроде как и неплохо, а потом что-то происходит. И действительно ребенок вдруг начинает как бы деградировать, теряет навыки, и ему диагностируют аутизм. Deyir ki, до 3 лет? Тут сложно. Как бы раньше говорили, что раньше 3 лет нельзя диагностировать, сейчас говорят, раньше 6 лет нельзя диагностировать. Но я думаю, что это из-за того, что существует большая путаница. То есть путают детей с ЗПР, то есть это задержка темпового развития, которая сама по себе проходит. Путают ее с аутизмом, который не проходит. Ну, в общем, короче, это непростой вопрос. Deyir ki, bəzən olur ki, fərqli uşaqlar dünyaya gəlir. Məsələn, tam sağlam dünyaya gəlməyinə baxmayaraq, daha sonra sağlamlığında müəyyən bir səbəblərdən başlayır baş verməyə autizm xəstəliyi və ola bilər ki, onu vaxtında araşdırıb müayinə etmək olar və adətən 3 yaşdan və 6 yaşdan müəyyən etmək olur ki, yoxlanışdan uşaq keçsin, müəyyən edilsin ki, autizm xəstəliyi daşıyır, daşımırmı? Amma lakin müəyyən tip müayinələrdə səhv salırlar, uşağın inkişafdan qalmasın və yaxud da autizm xəstəliyi olmağı.